İnsanlar səndən əvvəlki kimi istifadə edə bilməyəndə sənə artıq dəyişmisən deyirlər. Sən artıq dəyişmisən, əvvəlki kimi deyilsən. Bu cümləni ən son nə vaxt eşitmisən? Bəlkə də birinə yox dediyin, öz şəxsi vaxtına sahib çıxdığın və ya artıq hər şeyə razı olmadığın bir anda, bax o cümlə əslində bir tərif deyil, o qarşındakının sənə bəslədiyi rahatlıq zonasının bitdiyinin etirafıdır. Çünki sən artıq onun üçün asanlıqla idarə edilən bir alət deyil, öz sərhədləri olan bir şəxsiyyətə çevrilmisən və bu təbii ki, onun işinə yaramır. İllərdir bizi belə öyrədiblər. İnsanlardan istifadə etmək olmaz, təmənnasız olmalısan, hər kəsin köməyinə qaçmalısan. Amma gəlin özümüzü aldatmayaq, həyatın çılpaq reallığına baxaq. Əslində hamı hamıdan istifadə edir. Bəli, istisnasız hamı. Atan, anan, dostun, sevgilin, hamı bir-birinin enerjisindən, təcrübəsindən, imkanlarından və hətta duyğularından qidalanır. Bəs niyə bizə öyrədiblər ki, istifadə etmək pisdir? Məyər münasibətlər qarşılıqlı mübadilə deyilmi? Əsl problem istifadə etmək deyil, problem sənin qarşılığında nə aldığındır. Bu videoda sənə elə bir həqiqətdən danışacağam ki, ondan sonra insanların sənə olan münasibəti dəyişəcək. Şikayət etməyi, məndən istifadə etdilər deyib küsməyi bir kənara qoyacaqsan. Çünki əgər bu qaydaları öyrənməsən, ömrünün sonuna qədər başqalarının həyatında sadəcə bir batareya olaraq qalacaqsan. Əslində doğulduğun andan etibarən həm bir istifadəçi, həm də bir istifadə olunansan. Sən ananın bətnindən, atanın enerjisindən istifadə edərək dünyaya gəlmisən. Onlar da səndən valideynlik statusunu qazanmaq, özlərini davam etdirmək və gələcəkdə yaxşı bir övlad layihəsinin bəhrəsini görmək üçün istifadə ediblər. Bu qəddar bir həqiqət kimi səslənə bilər, amma əslində bu, həyatın enerjiyə çevrilmə mexanizmidir. Bəs niyə istifadə edilmək bu qədər qorxulu və pis bir şey kimi təqdim olunur? Aristotel deyirdi, dostluq bir bədəndə yaşayan iki ruhdur. Amma əgər o ruhlardan biri sadəcə qidalanır, o birisi isə sadəcə boşalırsa, o bədən yaşaya bilməz. Məsələnin açar nöqtəsi budur. İstifadə etmək özlüyündə günah deyil, günah olan qarşılığında heç bir dəyər təqdim etmədən boşluq yaratmaqdır. Sən qarşındakından istifadə edirsən, amma ona heç nə vermirsən. Nə bir təcrübə, nə bir güvən, nə də bir inkişaf. Sadəcə tələb edirsən və sonda o tükənəndə onu günahlandırırsan. Mənə kömək etmədin, mənim üçün bunu etmədin. Friedrich Nietzsche deyirdi, mənə ən çox təsir edən o deyil ki, sən mənə yalan danışdın. Mənə təsir edən odur ki, artıq sənə inana bilmirəm. Münasibətlərdə inamın ölməsinin yeganə səbəbi budur, balansın itməsi. İnsanlar bir-birini alət kimi görməyə başladıqda qarşılıqlı mübadilə dayanır. Bir tərəf dominant istehlakçı, digər tərəf isə istifadə olunan obyektə çevrilir. Və bu təkcə şəxsi münasibətlərə aid deyil. İş yerində, cəmiyyətdə, hətta vətəndaş-dövlət münasibətlərində belə eyni dram yaşanır. Biz istifadə etməyi lüğətimizdən silməli deyilik, biz onu məsuliyyətli mübadilə ilə əvəz etməliyik. Əgər birindən istifadə edirsənsə, istər emosional, istər maddi, istərsə də intellektual, qarşılığında ona nə verirsən, onun hansı boşluğunu doldurursan, onu hansı potensialını oyadırsan. Əgər bu sualların cavabı yoxdursa, deməli sən münasibət qurmur, sadəcə parazitlik edirsən. Və ən acınacaqlısı odur ki, bu parazitlik dövrü bitəndə həmin adam səni dəyişməkdə, qəddarlaşmaqda günahlandıracaq. Əslində isə sən sadəcə öz dəyərini dərk edib balanssız bazardan çıxmısan. Həyat bir alış-verişdir və ən uğurlu insanlar hər kəsin hər kəsdən istifadə etdiyi bu dünyada ən keyfiyyətli mübadiləni təklif edənlərdir. İndi isə gəlin baxaq. Bu balans nə zaman pozulur və biz niyə daim şikayət edən tərəfə çevrilirik? Münasibətlərin ən toxunulmaz sahəsinə, valideyn-övlad bağına baxaq. Bizə öyrədiblər ki, valideyn sevgisi qarşılıqsızdır. Bəli, bioloji olaraq bu növün davamlılığı üçün proqramlaşmış bir instinktdir. Lakin bu müqəddəsliyin pərdəsini biraz qaldırsaq, orada da köklü bir istifadə mexanizminin işlədiyini görərik. İmmanuel Kantın məşhur imperativini xatırlayaq. İnsanı heç vaxt vasitə kimi deyil, həmişə məqsəd kimi gör.
Fəlsəfə tarixinin bu ən ağır cümləsi əslində real həyatda bir paradoks yaradır. Çünki valideyn uşağına bir məqsəd kimi baxarkən, eyni zamanda ondan özünün bəlkə də gerçəkləşdirə bilmədiyi arzularını, qocalıq qorxusunu və sosial statusunu təmin etmək üçün vasitə kimi istifadə edir. Gəlin dürüst olaq, hər valideyn uşağının özünə oxşamasını, öz uğursuzluqlarını təkrar etməməsini və ya tam əksinə özünün yarımçıq qalan xəyallarını gerçəkləşdirməsini istəyir. Bu, uşağın potensialından valideynin psixoloji rahatlığı üçün istifadə etməkdir. Uşaq isə dünyaya gəldiyi ilk gündən etibarən valideyninin diqqətindən, maddi imkanlarından və müdafiəsindən istifadə edir. Bəs nə vaxt problem yaranır? Nə vaxt ki, valideyn uşağını öz uzantısı kimi görür və uşaq fərqli bir şəxsiyyət kimi böyüməyə çalışanda məndən istifadə edib vəfasız çıxdı deyə şikayət edir. Burada təhlükəli bir psixoloji mexanizm işə düşür. Ödənişsiz borc. Valideyn, mən sənin üçün bunları etdim, indi sən də mənim istədiyim kimi yaşamalısan deyəndə artıq sevgini bir ticarət müqaviləsinə çevirir. Bu sadəcə sevgi deyil, bu səni böyütməyə xərclədiyim zamanın faizini tələb edirəm deməkdir. Bəs bu münasibətdə balans necə qorunmalı və istifadə necə sağlam formaya düşməlidir? Cavab, qarşılıqlı böyümə ekosistemi. Uşaq valideynindən təcrübə və resurs alarkən, qarşılığında valideyninə dünyanı yenidən kəşf etməyi, müasir dövrün ritminə ayaq uydurmağı və özünü daim yeniləməyi verir. Əgər valideyn övladından yalnız itaət tələb edirsə, bu inkişafı boğan bir istifadədir. Əgər övlad valideynindən yalnız maddi təminat alıb, ona mənəvi bir dönüşüm, böyümə bəxş etmirsə, bu da parazitlikdir. Tarixə baxın, Şərq və Qərb fəlsəfəsində müəllim-şagird münasibəti də eyni məntiqlə qurulub. Şagird müəllimin biliyindən istifadə edir, müəllim isə şagirdin potensialından, nəticəsindən öz məktəbinin və təliminin ölümsüzlüyünü təmin etmək üçün istifadə edir. Bu, hər iki tərəfi üçün qələbədir. Məsələ istifadə etmək deyil, istifadənin keyfiyyətidir. Psixoloq Erik Berne insanların oynadığı oyunlar nəzəriyyəsində deyir ki, insanlar münasibətlərdə daimi olaraq qarşılıqlı senarilər qururlar. Sən mənim üçün nə etdin sualı əslində mən sənə nə qədər yatırım etdim və qarşılığında nə qədər faiz götürdüm sualının kodlaşdırılmış formasıdır. Biz bu oyundan qaçmaq yerinə oyunun qaydalarını şəffaflaşdırmalıyıq. Əgər bir münasibətdə tərəflərdən biri təmənnasızam deyib özünü şəhid kimi aparırsa, bilin ki, o ən böyük istifadəçidir. Çünki o, bu təmənnasızlıq maskası ilə qarşı tərəfi həmişəlik vicdan əzabı altında saxlayır. Bu, emosional manipulyasiyanın ən ali növüdür. Əsl əxlaq məndən istifadə olunmur yalanı ilə yaşamaq deyil. Əsl əxlaq mən səndən istifadə edirəm, sən də məndən. Gəl baxaq görək, bu mübadilədən ikimiz də daha böyük və daha güclü çıxırıqmı deməkdir. Valideynsənsə, övladın səndən istifadə etməsinə icazə ver, amma qarşılığında ondan sənin dünya görüşünü genişləndirməsini tələb et. Övladsansa, valideynindən istifadə et, amma qarşılığında ona öz köhnə düşüncələrini dağıtmağı və yeniləməyi öyrət. Tarazlıq hər iki tərəfin bir-birinə investisiya qoymasıdır. Balans itəndə isə şikayətlər başlayır. Şikayət, mən sənə verdim, sən isə məni geri qaytarmadın deməyin ən zəif formasıdır. Həyatda heç kim borclu deyil. Hamı sadəcə tərəfdaşdır. Bu reallığı qəbul etdiyimiz an valideyn-övlad münasibətləri də daxil olmaqla bütün əlaqələr daha sağlam, daha az zəhərli və daha məhsuldar olur. Romantik münasibətlər və dostluqlar cəmiyyətin ən çox təmənnasızlıq pərdəsi altında gizlətdiyi, əslində isə intensiv resurs mübadiləsinin getdiyi laboratoriyalardır. Bizə deyirlər ki, sevgi və dostluq qarşılıq gözləmədən sevməkdir. Bu, emosional bir utopiyadır. Reallıqda isə dostumuzun səmimiyyətindən, sevgilimizin emosional intellektindən, tərəfdaşımızın sosial dəstəyindən aktiv şəkildə istifadə edirik və bu tamamilə təbiidir. Dostluq özünü həyatın çətin anlarında yanımda olacaq bir ehtiyat enerji kimi quran bir platformadır. Sən bir dostuna dərdini danışanda onun vaxtından və psixoloji dözümlülüyündən istifadə edirsən.
O da çətinə düşəndə sənin təcrübəndən və ya maddi dəstəyindən istifadə edir. Bunu təmənnasızlıq adlandırmaq əslində münasibətin kökündə yatan o incə balanslı mexanizmi inkar etməkdir. Bəs niyə bəzi münasibətlər sevgi ilə başlayıb məndən istifadə etdin şikayəti ilə bitir? Cavab sadədir. Sərmayə qoyuluşunun qeyri-bərabərliyi. İqtisadiyyatda fayda analizi deyilən bir anlayış var. İnsanlar şuuraltı olaraq münasibətdə yaratdıqları emosional kapitalı, diqqəti, zaman, sevgi, güzəşt bunu hesablayırlar. Əgər bir tərəf daim qoyduğu kapitalın geri dönüşünü görmürsə, o özünü istifadə olunmuş hiss edir. Amma əsl problem qarşı tərəfin istifadə etməsi deyil, problem istifadə edənin qarşılığında dəyər yaratmağı bilməməsidir. Sevgili və ya dost sənin üçün sadəcə bir psixoloji xidmət mərkəzi deyilsə, sən ona nə verirsən? Əslində sağlam romantik münasibət qarşılıqlı inkişafın optimallaşdırılmasıdır. Yəni mən səndən istifadə edirəm ki, daha yaxşı bir insan olum. Sən də məndən istifadə edirsən ki, öz potensialını reallaşdırasan. Məşhur sosioloq Ervin Goffman gündəlik həyatda özünü təqdim etmə əsərində insanların hər an bir səhnədə olduğunu və qarşı tərəfi manipulyasiya edərək öz imicini qurduğunu yazır. Bəli, biz sevgilimizin gözündə mükəmməl görünmək üçün onun bizə olan marağından istifadə edirik. Bu bir oyundur, amma oyunun qaydası qazan-qazan olmalıdır. Problem o zaman yaranır ki, sən qarşındakı insanın zəifliyindən istifadə edib onu özünə möhtac etməyə çalışırsan. Bu sadəcə istifadə etmək deyil, bu əsarətə almaqdır. Dostun sənə yalnız sən onun üçün faydalı olanda zəng vurursa, bu dostluq deyil, resurs tədarüküdür. Sevgilin sənin yalnız maddi və sosial statusundan istifadə edib mənəvi inkişafına zərrə qədər töhfə vermirsə, sən onun üçün bir funksiyasan, bir insan deyilsən. Aristotelin Nikomaq etikasında dostluğun 3 növündən danışılır. Fayda üçün dostluq, həzz üçün dostluq və xarakterin üstünlüyünə əsaslanan dostluq. Biz çox vaxt fayda üçün olan dostluğu mənfi kimi görürük. Amma gəlin etiraf edək, bir-birinin inkişafına xidmət edən fayda dostluğu ən uzun ömürlü olanıdır. Əgər dostum mənim intellektual inkişafıma təkan verirsə, mən ondan istifadə etməliyəm və o da məndən. Şikayət etməyə başladığın vaxt insanın özünün sərmayə dəyərinin tükəndiyi andır. İnsanlar səndən istifadə etməyi dayandıranda şikayət etmə. Deməli, sən artıq onlara verəcək yeni bir şey tapa bilmirsən. Münasibətdə tarazlığı qorumaq üçün sən mənə nə verdin sualını deyil, mən sənin inkişafına hansı töhfəni verdim sualını soruşmaq lazımdır. Çünki səndən istifadə edən insan əgər sənə qarşılığında heç nə vermirsə, o artıq parazitlik mərhələsinə keçib və belə insanlarla münasibəti davam etdirmək istifadə edilmək deyil, özünü tükəndirməkdir. Niyə məndən istifadə edirlər cümləsi bu qədər populyardır? Çünki bu cümlə insanın öz məsuliyyətini qarşı tərəfə ötürməsi üçün istifadə etdiyi ən qüvvətli emosional qalxandır. İnsanlar çox vaxt özlərinin istifadə edilməsinə şərait yaradırlar. Çünki bu vəziyyət onlara bir növ mənəvi üstünlük və qurbanlıq təsəllisi verir. Psixologiyada bu, qurban, xilaskar, zalımlıq üçbucağı adlanır. Sən istifadə olunan tərəf olduğunu deyəndə, avtomatik olaraq yaxşı və təmənnasız olan tərəfə çevrilirsən. Bu, özünü aldatmanın ən incə formasıdır. Çünki əslində sən qarşı tərəfə hər şeyi verərək, onun səndən asılı qalmasını təmin etmisən. Gizli bir şəkildə onu özünə möhtac etmisən. Bu, gizli bir manipulyasiyadır. Mən sənin üçün hər şeyi etdim. İndi sən də məni tərk edə bilməzsən. Münasibətlərdə istifadə olunmaqdan qorxan insan əslində qarşılıq vermək bacarığı olmayan insandır. Çünki əgər sən qarşı tərəfə daim yeni bir dəyər, bilik, sakitlik, motivasiya, enerji təklif etsən, heç kim sənin resurslarını tükənən bir mənbə kimi görməyəcək. Sən bir daim enerji qaynağına çevriləcəksən. Şikayət etmək fəaliyyətsizliyin etirafıdır. Sən məndən istifadə etdilər deyəndə, əslində bunu demək istəyirsən. Mən öz sərhədlərimi qoruya bilmədim və öz dəyərimi müəyyən etmədim. Gəlin burada psixoloji parazitizm anlayışına dərindən baxaq. Parazit kimdir? Parazit öz həyat enerjisini özü istehsal etməyən, başqasının enerjisi ilə yaşayan şəxsdir.
Lakin çox vaxt unuduruq ki, parazitə yaşamaq üçün bir ev sahibi lazımdır. Əgər sən özünü uzun müddət istifadə olunan hiss edirsənsə, deməli sən bir parazit üçün ən ideal ev sahibisən. Sənin yox deməməyin, sənin təmənnasızlıq adı altında öz dəyərini aşağı görməyin qarşı tərəfi səndən istifadə etməyə təşviq edir. İş yerində bu vəziyyəti tez-tez görürük. Rəhbərlik əməkdaşdan onun iş öhdəliyindən kənar işlər istəyəndə, əməkdaş dərhal məndən istifadə edirlər şikayətinə başlayır. Amma əməkdaşın özü də o işi yerinə yetirərək əslində rəhbərinin gözündə hər şeyə razı olan bir alət imicini möhkəmləndirir. Bu qarşılıqlı bir oyundur. Biri istifadə edir, digəri isə istifadə olunmağa razılıq verir. Hər ikisi bu balanssızlıqdan özlərinə görə biri rahatlıq, digəri isə qurbanlıq rolundan fayda götürür. Fransız filosofu Jean-Paul Sartre'ın Var olanın və heçliyin əsərində dediyi kimi, biz azadlığımıza məhkumuq. Yəni hər münasibətə yox demək və balans yaratmaq bizim əlimizdədir. Məndən istifadə edirlər deyərək şikayətlənmək öz azadlığını inkar etməkdir. Sən istənilən an bu istifadə dairəsini qıra bilərsən. Sadəcə bu, bəzi insanların səni dəyişməkdə günahlandırması və sənin o saxta yaxşı insan obrazını itirməyin bahasına başa gələcək. Günahlandırma mexanizmi zəiflərin sığınacağıdır. Bir insan qarşı tərəfi məndən istifadə etdin deyə günahlandırırsa, bu onun şəxsi məsuliyyətini ört-basdır etmək cəhdidir. Çünki əgər sən özünü inkişaf etdirsəydin, öz sərhədlərini çəksəydin və qarşılıqlı dəyər yaratmağı bacarsaydın, heç kim sənin razılığın olmadan istifadə edə bilməzdi. Tarix boyu böyük liderlər də, adi vətəndaşlar da bu dilemma ilə qarşılaşıb. Vətəndaş dövlətdən istifadə edir, təhlükəsizlik və infrastrukturu üçün. Dövlət də vətəndaşdan vergi və sadiqlik üçün istifadə edir. Bu ideal bir müqavilədir. Lakin dövlət vətəndaşdan onun razılığı olmadan, dəyər vermədən istifadə edəndə, yəni haqsızlıq, hüquq pozuntusu edəndə vətəndaş şikayətə başlayır. Burada şikayət artıq bir seçim deyil, bir mübarizə formasıdır. Amma şəxsi münasibətlərdə şikayət mübarizə deyil, bu bir acizlikdir. Sən şikayət etməyi dayandırdığın an istifadə oyunundan çıxıb tərəfdaşlıq oyununa daxil olursan. Parazitizm bitir. Çünki artıq sən ev sahibi olmaqdan imtina edirsən. İndi isə əsas məsələyə gələk. Biz bu tarazlığı necə qura bilərik? Hər iki tərəfin daimi inkişaf prinsipini həyatın təməl daşına çevirməsi üçün hansı mexanizmlər lazımdır? İndi gəlin bütün bu analizin sonuncu və ən kritik nöqtəsinə çataq. Əgər həyat həqiqətən bir mübadilə bazarıdırsa və hamı hamıdan istifadə edirsə, bəs biz istifadə olunmaqdan və istifadə etməkdən yaranan o zəhərli şikayətlərdən necə xilas ola bilərik? Cavab sadə, lakin tətbiqi ən çətin olan prinsipdədir. Daimi inkişaf və dəyər artımı. Tarazlıq sənətin və həyatın ən ali qanunudur. Bir münasibətdə şikayətlərin başlaması tərəflərdən birinin və ya hər ikisinin dayanması deməkdir. İnsanlar bir-birindən fayda götürməyi dayandırdıqda əlaqələr çürüməyə başlayır. Şikayət sistemin köhnəlməsinin səsidir. Buna görə də münasibətdə olduğun hər kəsə qarşı, istər valideyn, istər dost, istər dövlət, qarşılıqlı inkişaf öhdəliyi götürməlisən. Bunun üçün ilk addım öz dəyərini müəyyən et və onu daim yenilə. Əgər sən bugün 4 il əvvəlki eyni insan, eyni dünya görüşü və eyni bacarıqlarla yaşayırsansa, təbii ki, insanlar səndən istifadə edib tükənəcəklər. Çünki sən artıq doyumlu bir mənbə deyilsən. İnsanlar səninlə ünsiyyətdən yeni enerji, yeni fikir və ya yeni emosional zənginlik almalıdırlar. Sən özünü təkmilləşdirdiyin an, sən artıq sadəcə istifadə olunan bir obyekt deyil, tərəfdaş olursan. Bir tərəfdaşdan istifadə etmək isə əxlaqsızlıq deyil, bu birgə investisiyadır. İkinci addım, şəffaf müqavilələr sistemi. Biz münasibətlərimizdə çox vaxt gizli gözləntilərlə yaşayırıq. Mən sənin üçün bunları etdim, sən də bunu etməli idin.
Bu şikayətə aparan ən qısa yoldur. Bunun əvəzinə münasibətlərin əvvəlində və ya gedişatında biz bir-birimizdən nə gözləyirik, qarşılığında nə verəcəyik sualını dürüstcə qoymaq lazımdır. Sevgililər bir-birindən emosional dəstək və inkişaf gözlədiyini bildirdikdə, valideynlər övladına ömür boyu müəllimlik etmək əvəzinə mentorluq etdiyini anladıqda, məndən istifadə edirlər illüziyası dağılır. Çünki ortada bir razılaşma var. Üçüncü və ən vacib addım böyümə. Sən qarşındakından istifadə edirsənsə, qarşılığında ona böyümə imkanı verməlisən. Əgər bir iş yoldaşından işini görməsini istəyirsənsə, qarşılığında ona yeni bir bacarıq öyrənmə imkanı və ya uğurdan pay verməlisən. Əgər dövlət vətəndaşdan vergi istəyirsə, qarşılığında ona inkişaf edə biləcəyi bir mühit yaratmalıdır. Bu balans itəndə münasibətdə parazitizm daxil olur. Daimi inkişaf istifadə sözünü əməkdaşlığa çevirən açardır. Fəlsəfi olaraq Friedrich Nietzsche'nin üst insan konsepsiyasını xatırlayaq. Bu, özünü daim aşan, öz köhnə mənini yıxıb yeni bir mən inşa edən insanın obrazıdır. Belə bir insan heç vaxt məndən istifadə edirlər deyə şikayət etməz. Çünki o, istifadə edildikcə özünü daha da inkişaf etdirir və ətrafındakı insanları da özü ilə bərabər yuxarı qaldırır. Yekun olaraq deyə bilərik ki, insanlardan istifadə etməyi öyrənmək, onların zəifliklərini deyil, onların potensialını istifadə etməyi öyrənməkdir və eyni zamanda öz potensialını başqaları üçün faydalı bir qaynağa çevirməkdir. Münasibət qarşılıqlı qidalanan bir ekosistemdir. Əgər bu ekosistemdə yalnız biri qidalanırsa, digəri ölür. Əgər heç kim bir-birindən istifadə etmirsə, heç bir inkişaf baş vermir və əlaqə mənasını itirir. Bu məqamı unutmayın. İstifadə olunmaq sənin xəbərin olmadan baş verən bir prosesdir. İstifadə etmək isə şuurlu, məsuliyyətli və tərəfdaşlıq əsaslı bir inkişafdır. Şikayət etməyi buraxın və özünüzü elə bir dəyər halına gətirin ki, sizdən istifadə edənlər qarşılığında sizə dünyanın ən böyük hədiyyəsini, sizinlə birlikdə daha yaxşı bir insana çevrilmə təcrübəsini təqdim etsinlər. Həyat heç kimin təmənnasız olmadığı bir dünyada kimin daha çox dəyər mübadiləsi edə biləcəyinin sınağıdır. Bu sınaqdan keçmək üçün isə cəsarətli olun, insanlardan istifadə edin, amma bunu onlara dəyər qataraq, onları böyüdərək və ən əsası, özünüzü hər gün yeniləyərək edin. Çünki əsl istifadə qarşı tərəfi tükətmək deyil, onun içindəki gizli xəzinəni üzə çıxarmaqdır. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.